bir başın Allahın qabağında səcdə etməsi ilə içkilərdən sərxoş olaraq yerə düşməsi bir ola bilməz. Bir kəsin malın, dövlətin qabağında bel büküb diz çökməsi ilə Allahın qabağında diz çöküb bel bükməsi, baş qoyması ilə bir ola bilməz. Bunlar bir ola bilməz. Əgər bu iki sinənin arasında, kürəyinlə sinəyin arasında olanda təqva yoxdursa, paltarun səni gözəl eləməz. Allah yanında ucaltmaz. Cibində olanlar, altında sürdüyün maşınlar, tikdiyin binalar səni hörmətli etməz. Allah qatında tanınmaq üçün Allah Azza və Cəllənin əmrlərini yerinə yetirəcəksən. Göydə məchul olmamaq üçün vallahi dağların qoynunda elə çoban qardaşlarımız var ki, küçələrdə gəzən, paltarı yırım-yırtıq, saçı dağınıq, üst başı toz torpaq olan qardaşlarımız var ki, Allah qatında adları çəkilərək, özləri xatırlanıb, zikr edilərək, yad edilərək xatırlanırlar. Məsələ geyim deyil, qardaşım. Məsələ əməldir. Məsələ təqvadır. Məsələ Allaha nə ilə getməyindir. Məsələ qəlbində nəyi daşımağındır. Bir qəlbin Allaha sevgini daşımasıyla dünyaya sevgini daşıması bir ola bilməz, eyni tutula bilməz.